Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Mən hal-hazırda Mərdəkandayam. Tam təmiri bitməmiş bu evi sizlərə təqdim etmək üçün gəlmişəm. Niyə? Çünki bu ev tez satılacaq. Bunun yanındakı ev satışa çıxmamış, satıldı. Bundan başqa da bunun kiçiyi var, o da satışa çıxmamış, satıldı. Mən də bugün gəldim, ev sahibinə icazə aldım ki, bunu belə çekim sizlərə təqdim edeyim. Mən hal-hazırda parking sahəsini sizə göstərirəm. Burada hal-hazırda 4 dənə maşın var. Bu maşından da əlavə olaraq 2 dənəsi də dayana bilər. Bu evin parkingində. Sizə bir məlumat da verim. Evin mən durduğum sağ tərəfdə də boş torpağı var. Bundan orada da bir dənə tikiləcək. Amma onun yolu, onun darvazası o tərəfdən olacaq. Bura aidiyyəti olmayacaq. Sadəcə o həyətin piyada qapısı buradan olacaq. Bunun kimi. Çünki bu evin piyada qapısı buradandır. İndi isə keçirəm evin həyətinə. Əzizlərim, mən hər zaman baxıram təqdimatlara, xarici təqdimatlara. Ən çox belə bir evlər Qazaxıstan səhifələrində olur. Gözəl bir evlərdir. Ağ rəngdə, ağ-qara rənglərlə təmir olunub. 4 sot, 200 kvadrat, 2 mərtəbə, 4 otaq, 3 dənə sanitar qovşağı. Torpağın da, evin də kupçası çıxarışı var. Evin bugünkü gündə start qiyməti isə 380 min manatdır. Evin sağ arxasında evin kombi otağı, kombisi yerləşir. Buradan baxanda sol, belə baxanda sağ dedim də mən. Sol hissəsində də arxaya keçid var. Əlavə olaraq orada bütöv olaraq qonaq otağı, üzbəüz mənlə mətbəx, sol tərəfdə pilləkənin altında göstərəcəm sizə. İndidən prosta necə görsən onu demək istəyirəm. Sol tərəfdə çamaşırxana, sanitar qovşağı. İkinci mərtəbədə isə 3 dənə yataq otağı, 3-ü də həyətə baxır. İkinci mərtəbədən həyətə baxır. Maşallah, hovuz 3 metrənin 10 metrəyə olan filtrli hovuzdur. Bunun yanında isə üstü bağlı söhbətgah. Söhbətgahın daxilinə bura gördüyümüz kimi isti, soyuq su çəkilib, kanalizasiya xətti qoyulub. Gələcəkdə kim istəsə özünə, zövqünə uyğun olaraq bura mətbəx mebeli də yığa bilər. Əlavə olaraq stolu, krisloları hamısı alınıb, qoyulub bura. Əzizlərim, indi isə mən keçirəm evin daxilinə. 2 mərtəbə, 1-ci mərtəbə monolit beton, 2-ci mərtəbə ara kəsmə monolit beton, 3-cü mərtəbə isə dam örtüyü ilə gözəl bir paket vurulub. Dəyərli izləyicilərimiz, mən heç zaman, hər zaman belə bir kostyumda təqdimatlar eləmirəm. Çünki yoruluram, sport geyimlərini çox sevirəm. Bugün belə qismət oldu ki, bu geyimdə bu gözəl evi sizlərə təqdim etməyə gəldim. Allahın köməkliyi ilə bu evi bizim müştərilər alar. Kiməsə yenə də qismət olsa da Allah xeyrin versin. İndi isə keçək evin daxilinə. Maşallah, çox qəşəngdir, xoşum gəldi. Həyət, evin özünün gecə görüntüsü superdir. Ümumi giriş qapı, baxın, keçdim içəri. İçəri keçən kimi sağ tərəfə dönürəm, gedirəm, davam edirəm dəhlizlə. Bütöv olaraq ev isti döşəmədir. Sol tərəfdə mətbəx otağıdır ayrıca. Mətbəx mebeli yığılmayıb. Allahın köməyi ilə o ev sahibindən asılıdır. Necə asılıdır? Danışıqdan asılıdır. Ola da bilər, olmaya da bilər. Öz zövqünüzlə özünüz də yığa bilərsiniz. Keçirik, qonaq otağıdır. Qonaq otağıdır, maşallah, qəşəng, genişdir və buradan həyətə baxır. Birbaşa hovuza və söhbətgaha. Ən çox bilsən də hovuzu qəşəngdir. 4 sotluq evdə hovuz superdir. Yəni heç olmuyor, buradan girəndə biraz üzə bilərsə. Sonra əlavə olaraq 1-ci mərtəbədə nə yerləşir, onu sizə deyim. Hamısı qoyulacaq yerinə, hal-hazırda yenə deyirəm, son tamamlanma işləri gedir. 1-ci mərtəbədə ümumi sanitar qovşağı. Bir də burada çamaşırxana. 1-ci mərtəbədə çamaşırxana yerləşir. İndi isə qalxırıq biz 2-ci mərtəbəyə. 2-ci mərtəbədə sizə 3 yataq otağı, 2 dənə sanitar qovşağı təqdim edəcək. Buranı göstərirsən. 2-ci mərtəbə pilləkən qəfəsi, 2-ci mərtəbəyə qalxan kimi dəhliz, uzun bir dəhliz, dəhlizdən sonra burada yerləşir bir yataq otağı,
birbaşa həyətə baxır. Burada yerləşir ikinci yataq otağı. O da həyətə baxır. Burada yerləşir ümumi sanitar qovşağı. İkinci mərtəbənin. Bəli. Burada da üçüncü yataq otağı daxilində sanitar qovşağı. Əziz və dəyərli izləyicilərimiz, tələsin. Yenə deyirəm, doğrudan deyirəm, düz deyirəm, tələsin. Qiymət 380 min manat startdır. 380 min manat startdır. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Bunu biraz uzatmaq olardı, amma belə yaxşıdır.